Ali Kanun Məcəlləsinə görə Mahal Məhkəməsi xalq icraçılarının çıxardıqları nəticəyə əsaslanaraq qərara gəlir. Məmməd Əlioğlu Məmmədov, ləqəbi Qatır Məmməd, mütəmadən törətdiyi cinayət işlərinə görə mülkədar malikanələrinə silahlı basqınlar təşkil etdiyinə görə qanunsuz olaraq mülkədarların var dövlətini, malqarasını, taxılını, suyunu mənimsəyib kəndlilərə payladığına görə 12 il azadlıqdan məhrum edilsin və Sibirə katorqa işlərinə göndərilsin. Nəzərdə tutulan quldur Qatır Məmməd kənd əhalisinə arxalanır. Onun dəstəsini darmadağın etmək üçün əlimdən gələn edirəm. Gəncə qubernatoru. Sadıq xan, Kəpəz yaylağındakı malqaranı, ilxını, kasıb küsbun xeyrinə müsadirə eləyirəm. Rıza bəy, Sarıcadakı qışlıq taxılını fağır fuqaranın xeyrinə müsadirə eləyirəm. Son məlumatlara görə Qatır Məmmədin quldur dəstəsi Daşbulaq Dağlıq rayonunda köhnə kərvansaranı tutmuşdur. Onun dəstəsini darmadağın etmək üçün Gəncə qarnizonu səfərbərliyə alınmışdır. Gəncə qubernatoru. Qızılları, tez! Mən hərbi nazirə müraciət edib, ondan 2 süvari polku, 2 topçu bateriyası və bir də
Zirehli qatar istəmişəm. İndiyə kimi bir xəbər yoxdur. Cənab mayor, sizdən xahiş edirəm, Xanxoyski cənablarına təsir göstərəsiz. Çünki əlavə kömək almasaq, Qatır Məmmədin öhdəsindən gələ bilməyəcəyik. Elədir, cənab qubernator, vəziyyət pisdir. Azərbaycandakı İngiliz qoşunlarının komandanı General Thompson narazıdır. Yeni Zelandiyadan tutmuş Kanadaya qədər hər yerdə İngiliz qoşunları əmin-amanlıq yarada biliblər. Bircə sizin Azərbaycandan başqa. Mənim əlimdən hələ ki heç nə gəlmir, cənab mayor. Qatır Məmməd Gəncə üçün peyğəmbərə çevrilib. Əskərlərimin əksəriyyəti kəndlilərdir. Bolşevik təbliğat onlara pis təsir göstərir. Hər halda vəziyyətdən çıxış yolu tapmalıyıq. Elə vəziyyətdən çıxmaq üçün ordu lazımdır mənə. Siz Xanxoyskini və General Thompsonu inandırmalısınız ki, bugünün əsas vuruş meydanı Qatır Məmməd hərəkatıdır. Onları başa salmaq lazımdır ki, bütün Azərbaycan kəndlərin gözü Gəncədədir. Əgər Qatır Məmmədi və onun tərəfdarlarını məhv eləməsək, bütün kəndlilər əllərinə silah götürəcək. Bu da bizim sonumuz olacaq. Nə olar? İcazənizlə General Thompsona çatdırıram ki, Gəncənin sahibi indi Qatır Məmməddir. Deyəsən, siz də bunu demək istəyirdiniz. Zarafatınız yersizdir, cənab mayor. Yenə təkrar edirəm. Ordu olmasa, heç bir şey eləyə bilməyəcəyik. Bir dənə də çaxır. Deməli, ticarətlə məşğulsunuz. Hə, ticarətlə. Görəsən bu qarışıq zamanada bir qara qəpik xərcləyən tapılır? Niyə ki? Tapılanda tapılır. Qal oğlum, məndən haqq çürüt. Yox, aşına. Məncə işlər o qədər də yaxşı getmir. Sifətinizdən görürəm ki, mayanı vermişsiniz küləyə. Yox, Allaha şükür. Elə bir şikayətim yoxdur. Deyəsən bu cənab bizdən kəlmə kəsmək istəmir. İstəməm. Ya da bizdən nəsə gizlədir. Çaxır içirsiniz? Yox. İçən deyiləm. Naha. Gənciyə gələsən. Gəncə çaxırı dadmayasan, günah. Şair deyib, 3 günlük ömründə iç yaqut şərabı. Ömür dönməz geri, çəkmə istirabı. Görürsən ki, dünya hey xarablaşır, sən də gecə-gündüz mey iç, ol xarab. Şeirlə aranız necədir? Şeir vaxtı deyil indi. Yaxşı. O Qatır Məmməd deyilən var, ha? Onunla aranız necədir? Bəzisi deyir quldurdur, bəzisi deyir qaçaqdır. Siz necə bilirsiniz? Nə bilim valla. Yəni siz onun barəsində heç nə eşitməmişsiniz? Niyə? Eşitməyinə eşitmişəm. Deyirlər kasıb Yusufun tərəfini saxlayır. Belə işlər. Görəsən doğrudan da onun başı 1000 manata layiq deyil. Ya bizim bu əbiləh üsül idarənin uydurmasıdır? Hə? Nə bilim? Hökumət bilən yaxşı.
Xaloğlu, məndən aksabı çürüt də tələsirəm axı. Heç kəs yerindən durmasın. Sənədləri yoxlayacaq. Sənədlərinizi Gecdi daha. Unter, buyurun zat aliləri. kimi axtarırsınız? Xanxoyskinin əmridir. Deyirlər Qatır Məmməd şəhərdədir, onu axtarırıq. Lap yaxşı. İşiniz də olur. Sənədlərinizi göstərin. Sarsaq. Görmürsən mənnəndir? Bağışlayın zat aliləri, üzr istəyirəm. Bunların işi lafı əməliyyat. Allah əti uzu töksün. Gör Qatır Məmməd harada qaldı. Qəsdin əmməli, o ciyarı yanmış. Keçi kimi soyanda haradaydı uzu görəsən? Nə olub aday? Hansı ciğer yanmış? Daha nə hansı? Qatır Məmməd deyirəm da. Ondan sonra yəni Gəncədə ayrı qaçaq da var. Nə olub axı? O sizə nə eləyib? Ay bala, damağın ağar işte ki. Başıma qapaz salıb, var yoxum apardı çıxdı getdi da. Bana deyən gerek ya Mustafa, ay köpə oldu. Otur halvanı karavanda sat da. Gerek dünyanın bu basa bas vaxtında Gəncəyə gəlirsən. Mən Qatır Məmmədin yerinə olsaydım, Tülünün yerdə görünməzdi. Bütün Gəncə onu tanıyır. Sən kimsən? Əziz dədir. Çox yuvam olur da. Bəyəm. Bəs ne işin olara mənim kim olduğumu demədin? Mən zabitəm. Qaradavoy deyiləm. Xudafiz. Səni kimincidir bayanı? Pullarımı kim alır? Həmişə saat da al. Ağıttı da, yiğitti da, üstündən suyunu eşitti. Koydu lafı şöyle bizi yak. Deyir Qatır Məmməd soyub. Dayı Şəkidən halva gətiribmiş satmağa. Bəlkə səhv eləyirsən ayəmi? Abala bu boyda səhv ola. Dirədir volunu göbeğimin düz ortasına. Üzüme hırtırlıya var yoxuma apardı çıxıb getdi da. Yaxşı, dur gedək məndən. Dur, nə qədər alıb hamısını qaytarar. Ab saat oturup beni gözləyir ki pullarımı qaytarsın. Abala bana bir stəkan çay gətir, ciğarım yandı. Baş üstə. Ağır olur ne lan? Bana pul zat lazımdır. Ay kişi, bax bitirmə, dur ayağa, çayı sonra içərsən. Ay az oldu. Pul mənim dördü. İstəmirəm da. Dur deyirəm sağ. Səni bu evdə gözləyirəm. İşe geçmedi o. Olan oldu, keçen keçitti. Yolum uzaktı, koy ben çıkıp gedim de. Gəl. Diqqətlə bax.
O da. O ciğer yanmıştı. Şarabık. Səlim. Cavadın oğlu. Çık qabağa. Tez. Bunu sən eləmisən? Bir də belə şey eşitsəm, doğma qardaşım da olsa, heç nəyə baxan deyiləm. Böyük tikəsini qulağı boyda eləyəcəyəm. Amma inanmıram ki, bir də belə anasının əmcəyini kəsən tapıla. Dayan, hara! Bu kişidən nə qədər pul alınıbsa, gərək qaytaraq. Yox, bu olmadı. Kimsən? Cavadov. Gəncədən gəlmiş. Ha, Səməd, salam. Mən səni sabah gözləyirdim. Gedək. Yox, Məhməd. Çox sərt hərəkət eləyirsən. Yaxşı, o Sərxanoğlunu niyə öldürmüsən, ha? Sən o aclafı tanımırdın. Dop-doğmaca əmmimi öldürdü, mən də onu güllələdim. Atadan yaxın idi əmim mənə. Onun çörəyi ilə böyümüşəm. Onun xeyir duası ilə boya başa çatmışam. Onun qanını yerdə qoysaydım, ömrü boyu sinəsi dağlı qalacaq. Nədir ki? Düz iş görməmiş, hə? Yoxsa bolşeviklər əzlərinin qanını almırlar. Bolşeviklərin mübarizəsi xana, bəyə, mülkədara qarşıdır. Onların mübarizəsi qan davası deyil, Məhməd. İkinci Aleksandrın ölümündən xəbərin var? Bomba atıb öldürdülər onu. Niyə xəbərim yoxdur ki? Bəs o öləndən sonra onun yerinə kim gəldi? Nə bilim kim gəldi? Təzə padşah. İndi papağını qoy qabağına, fikirləş. Padşaha əvəz tapılandan sonra sənin o Sərxanoğluna əvəz göydə tapılacaq. Əclaf o qədərdir ki. Sən mənim yerimdə olsaydın neynərdin? Sərxanoğlu sənin əmini öldürsəydi, durub baxardın? Mən neynərdim? İndi nə edirəm, elə onu. Musavata qarşı vuruşardım. Bolşeviklərin mübarizəsi tək-tək adamlara qarşı deyil. Çar cəlladları Vladimir için böyük qardaşını boğazından astılar. Amma Lenin yoldaş heç bir vaxt qan davası eləməyib. Başa düş, Məhməd. Sən bütün mahalın, bəyini, xanını öldürməklə, onların var dövlətini kasıblara paylamaqla iş qutarmır. İndi ən mühüm məsələ Gəncədə kütləvi üsyan qaldırmaqdır. Əgər Gəncədə üsyan qalxarsa, onda bütün Azərbaycan kəndləri bizə qoşulacaq. Belə olsa, Bakı fəhlələrində arxası möhkəm olar. İnqilabımızın qələbəsi naminə. Yalnız bu məsələnin həyata keçməsi üçün çalışmaq lazımdır. Bir də dərk eləmək lazımdır ki, tək əldən səs çıxmaz. Bir gör, Musavata qarşı nə qədər adam vuruşur. Rüstəm Əliyevin atriyadı, Göyüşün dəstəsi, o biri tərəfdən Kərək Hüseyin, Nəzər Velyan, hamısı da tək başına. Amma Musavatın güclü ordusu var, polisi, jandarmı var. Birlik olmasa, bu qüvvənin öhdəsindən gələ bilmərik, Məhməd. Düz deyirsən, Səməd. Ona laf düz deyirsən. Sən Göyüşü tanıyırsan? Məşədi Göyüşü tanımayan var, yəni. Siz indi qüvvələrinizi birləşdirməlisiniz. Yumruq süllədən tutarlı olar deyiblər. Sən mütləq Məşədi Göyüşlə görüşməlisən. Əgər onu inandıra bilsən, elə bil ki, işin yarısını görmüsən. Görək. Çalışaram. Nə qədər tez görüşsəz, bir o qədər yaxşıdır. Ağıl ağıldan üstündür. Bir də, işli şayət mən sənə lazım olsam, o restoran sahibini gör. Çəkinmə, bizim adamdır. Gələn çərşənbə ora gəlsən, yaxşı olar, yuxarı qapıdan. Gəncə İnqilab Komitəsinin ümidi sizədir, Məhməd, sizə. Nə boynunuzu büküb dayanmısınız? Yaxın gəlin, nə dərdiniz var deyin, kömək eləyərik.
Buyurun. Kulağı asıram. Biz borçlulardanıq ağrılalım sənin. Şahmar bəy taladı çapdı bizi. Nə taxılımız vardı aldapardı. Bunlara 5 kisə taxıl verərsiniz. Oldu. Sonra özünüz bölüşdürərsiniz. Allah ömrünü uzun eləsin, ha Məmməd. Daha kimin sözü var? Buyurun. Biz Miskətdən gəlmişik. Əşməyə bircə qırnaqda şeyimiz yoxdur. Səlim xan anbarlarından götürdüyümüz toxumluq buğdanı verərsən bunlara. Ömrün uzun olsun. Yaxşı. Daha kimin sözü var? Buyurun görək. Buyurun. Biz də darçınlıdanıq, qadan ürəyimə gəlsin. Rəşid bəy anadan əmdiyimizin hamısını burnumuzdan tökür. Deyir ki, bazar ertəsinəcən borcunuzu verməsəz, bütün mal-qaranı alıb qatacam öz naxırıma. Bizim nəyimiz var ki, borcu qaytaraq? Özün bilirsən ki, bütün taxıl tələf oldu, getdi. Yaxşı. Sabah gərək onunla danışaq. Ürəyini buz kimi saxla, kişi. Şadırlıdan burada kim var? Kimin mal-qarası qara yaradan tələf olub? Bizim ağırnalım, bizim. Qasım, Məcid bəyin 12 camışını verərsən bunlara. Yaxşı. Heyvana yaxşı qulluq eləmək lazımdır. Buna bək köpək oğlu neynəsin? Paşa, cəmaatı yola salın. Gedək. Allah səni bizə çox görməsin, ay bana. Yaxşı, yaxşı, ayam. Məmməd, döyüş gəlib. Nə? Uşaqlar görüblər onu ballı qayada. Günaydın göğüş kişi. Hər vaxtın xeyir, Məmməd. Axtarmısan mənə deyirlər, xeyir olar. Xeyir olmamış ne olacak ki? Bütün gəncə basar səndən danışır. Eşitdim başına 2000 manat qiymət qoyublar. Varlığa ne darlıq? Pulları var ki koyublar da. Deyirəm bəlkə bizim karvansarıya buyurasan. Xanım da yoldan gəlib biraz dincələr. Borsunlu Səməndərin qızıdır. Keçən həftə Hamalı bəy qanına qaltan elədi yazıdır. Qəbri nurla da olsun. Yaxşı kişiydi. Mənə nə sözün vardı, Məmməd? Qulağım səndədir. At üstü söhbət deyil göğüş kişi. Gecdir. Şər qarşına dək gərək mən görən boyda olam. Elə burada danışsaq yaxşı olar. Xankoyski Şəki polkunu göndərir bizim mahala. Mənim 150 atlım var. Səndə də 50. Əgər birləşsək, eləyir 200. Sən mənə bir də görüm. O qədər topun Plemotun qabağında nə ilə dayanacaqsın? Dayan doldurum götürəcəksən əlinə, ya kərənti? Hələ bilmirəm. Ha vaxt bildin, onda gəlləm danışarıq. Ağıl ağıldan üstündür. Bəlkə bir yerdə fikirləşək. Daha mənim ki fikirləşməkdən keçib. Bir də deyirlər ki, yumruq sillədən tutarlı olar. Düz deyirsən, Musavatın topu var, pulemyotu var. Amma məsələ bunda deyil. Bax, sən orada tək başına vuruşursan, mən də burada tək başına. Əgər birləşsək, heç kəs bizim qabağımızda dayana bilməz. O ki qaldı silaha, onu gərək özümüz tapaq. Lap elə Xankoyskidən alaq. Nə deyirsən? Nə deyim valla, gərək fikirləşəm. Hərdən çox fikirləşirik, Göyüş. Mənim sağ deməyim artıqdır. Özün hər şeyi yaxşı bilirsən. Hara baxırsan, müsibət görürsən.
Hansı evə girirsən, dərdə qəmə rast gəlirsən. Amma sən hələ də fikirləşmək istəyirsən. Sən mənim yaşıma çatanda başqalarına ağıl verərsən. İndi məsləhət görmürəm. Bağışla. Səni yoldan elədim. Deyəsən Goranboya getməliydin. Yaxşı yox. Dayan görüm. Bəs komandir kim olacaq? Yəni bunun əhəmiyyəti var? Niyə yoxdur? Mən səni həmişə özümə böyük bilmişəm, Göyüş. İncimə Məmməd. Mən gərək ağıllı başlı fikirləşəm. Zat əliləri, sizə onu da deməliyəm ki, uzun müddət Rusiya İmperiyasının Daxili İşlər Nazirliyində qulluq eləmişəm. Peterburqda, necə deyərlər, həmişə ictimai asayişin keşiyində durmuşam. Uzun sözün qısası, ömrüm boyu cənab sosialistləri izləmişəm. Bu işdə səriştəm az deyil. Bizim xidmətimizi orada lazımınca qiymətləndirirdilər zat aliləri. Bizim də sizə çox böyük hörmətimiz var, cənab Miller. İnanın ki, bu hörmətimizin həddi hüdudu yoxdur. Ancaq bizi bir məsələ maraqlandırır. Qatır Məmmədin əleyhinə nə kimi tədbirlər görmək fikrindəsiniz? İndiyə qədər onun haqqında verdiyiniz xəbərlərdə əsaslı bir şey görmürük. Yerini bilmirik. Planlarından bir xəbərik. Biz onu dağda axtarırıq. Sonra qarandan gəlir. Tamamilə haqlısınız zat aliləri, tamamilə. Qatır Məmmədin dəstəsində bizim adam olmayınca, biz onun öhdəsindən gələ bilməyəcəyik. Özü də inanın ki, bizə belə bir adam mütləq lazımdır. Necə deyərlər, hava su kimi lazımdır. Elə bir adam varmı? Hələ yox. Lakin təsadüf gözlənilmədən gətirib bu yaxınlarda toruma bir zabit salıb. Çox zirək oğlana oxşayır. Mənə elə gəlir ki, əvvəlcə bir balaca xərcə düşəcəyik. Nə demək istədiyimi başa düşdü zat aliləri? Razıyam. Karl Yaqalıç. Bu işdə necə deyərlər, varlığa darlıq etmək olmaz. Zənnimcə Gəncə bəyləri də xəslik eləməzlər. Əgər eşitsələr ki, bu pullar Qatır Məmmədin məhvinə sərf olunacaq, son qəpiklərini də məndən əsirgəməyəcəklər. A Məmməd, biz orta kətlənik. 23 nəfərik, 8 tüfəngimiz var. Gəlmişik bizi də yazasan. Yaxşı. Ha, uşaqlar, dalımca. Yaz görək. Bunları da yazın. Qızıl Hacılı'dan 8 adam gətirmişəm, 4 tüfəng. Çox sağ ol Murat. Paşa, uşaqlara yol göstər. Gedək uşaqlar. Buyur ayəmi. Salam mələk. Salam mələk. Salam mələküm. Oğul, Məmməd ölmüşük, gərək bizi yerdən götürəsən. Dünən kəndxuda... Əhədi mi deyirsən? Hə, onu görüm Əzrailin qucağında yora getsin. Kəndə gəlib, bir camışla 2 kötanın üstündə anadan əmdiyimizi burnumuzdan tökdü. Nə ki vermişdin bala, hamısını əlimizdən alıb apardı. Onu görüm sağ-salamat yurduna çatmasın, ocağı sönsün, qapısı çıxsın. Ona dedik ki, ay kəndxuda, onları bizə Məmməd özü verib. Dedi, siz öləsiniz. Hələ o Məmmədi tutub, dərisini soyacağım. Başına qoyulan 2000'i də alacağım. Qasım, uşaqlardan 3-4'ünü götür. Ged o kəndxuda düdüyü gəti görüm nə deyir. Arxayın ol. Sağ olun, çox sağ olun. Haftası ya. Məmməd, Rəşədi görüş gəlib. Dəstəsi nə mən? Hə, çoxdular. Döyüş bugündən öz dəstəsi ilə sənin ixtiyarındadır Məmməd. Zənnim məni allatmadı, Göyüş kişi. Xoş gəlmişsən. Xoş günün olsun.
Yo, yerin pis yer deyil. Bugündən buranın böyüyü sənsən. Mən səni həmişə özümə ağsaqqal bilmişəm. Ona görə də ağsaqqalın sözünə gərək qulaq asasan. Anladığın budur Məmməd. Pis günlərimiz hələ qabaqdadır. Sən məndən cavansan, çeviksən. Buna görə də Göş kişi, axı. dedim ki, gərək ağsaqqalın sözünə qulaq asasan. Mən sənə inanıram Məmməd. Mənlə gələn uşaqlar da hamısı sənə inanır. Hünərini göstər o alçaqlara. Göğüşdəki arxanda dağ kimi dayanacaq. Sağ ol, Göş kişi. Hamid, Bəli. uşaqlar yoldan gəliblər, onlara biraz yemək pişirtdirim. Həbbə bacını da aparın yuxarı otağa. Denən mənim barxanamı da gətirsinlər. Oldu. Axarlı baxarlı bircə otağımız var, gərək pis olmasın. Narahat olduğun için sağ ol komandir. Ama gel şartı şumda kesek. Ben bura berri bezekli otaqda yatmağa gelmemişim. Oldu? Oldu Həbbə bacı. Buyurun. Silahsız çətin olacaq. Gərək bir şey fikirləşək. Bir adam var Göğüş kişi. Söz verib. Kimdir? Gəncə Revkomundandır. Səməd Cavadov. Eşitməmişim. Mən də bu yaxınlarda tanış olmuşam. Ağıllı adamdır. Ağıllı da sözlər dedi çox. Səni də tapmağı o mənə məsləhət görüb. Çox təriflədi səni. Doğrudan da ağıllı adamıymış. Gərək bu yaxınlarda Gəncəyə gedəm. Səmədlə görüşəm. Görək nə deyir. Keşkörek! Eşitmeyin ne ya? Keşkörek! Tez ol tez! Ha, Kənd Xudabəy. Axır sənlə də görüşdük, ha? Amma deyəsən bu axırıncı görüşümüz olacaq. Haya, cəmaatı çapıb taladığın bəsdir. Hələ bir fironluq da eləyirsən? Mənim başıma qoyulan 2000 manatı almaq istəyirsən, ha? Cavab ver. Çox qol. Məndən kəlmə kəsmək istəmirik. Kişi qırığıdır da. Az qalıb. Laf az qalıb. Hamımızı bircə asacağıq boğazdan. Özü də bir kəndirdən. Ayağının biri qəbirdədir. Hələ mənə hərbə zorba gəlirsən, it oğlu. Qorxaq adama hərbə zorba gəlməzlər, qatır. Sən qorxaqsan. Sənin bu baş kəsənlərin də qorxaqdır. Siz hamınız qorxaqsınız. Kişi olan kəs özü gələrdi mənim yanıma. Sözündə şax deyərdi üzümə. Yoxsa əli qolu bağlı gətirtməzdi yanına. Bunun qollarını aç. Nə deyirsən, ha? Dur ayağa. Tez. Mən ölümdən qorxmuram, Məmməd. Amma bir çətən külfətim var. Balalarımı yetim qoyma. Onların günahı yoxdur, Məmməd. Buna kağız qələm verin. Yaz. Mən Kənd Xudahət, xalqın elçisi, Qatır Məmmədin qabağında söz verirəm ki, kəndə qaydan kimi, Qaratəpə cəmaatının malını özünə qaytaracağam. Yaz, yaz. İkinci, mənə məxsus olan mal-qaradan bir camış, bir inək, 5-10 qoyun özümə saxlayıb, qalanının hamısını kasıb küsuba paylayacağam. İnsafın olsun, Məmməd. Bizi acından qırdırma.
Mən də adamam axı. Sən adam deyilsən Kəndxuda. Heyvansın. Üçüncü. Cənab qubernator. Mən sizi xəbərdar eləmək istəyirəm. Mən sabah parlamenda sizin siyasətin əleyhinə çıxış edəcəyəm. Bilmək olarmı niyə? Siz Qatır Məmməd hərəkatının adı Quldur hərəkatı hesab edirsiniz. Sizcə onunla başqasının arasında heç bir fərq yoxdur. Tamamilə düz buyurursunuz. Aha. Siz nədə məndən razı deyilsiniz? Mən sizinlə əsla razı deyiləm. Mən Qatır Məmmədin tələblərində heç bir qanunsuzluq görmürəm. Vicdanını itirmiş dövlət xadimlərini çoxdan işdən qovmaq lazım idi. Sizin işçilər xalqın dərisini soyurlar. Onlar heç kəsə məhəl qoymurlar. Hətta mənim kimi ziyalıları da onlar qiymətləndirmirlər. Vergilərin bu qədər artırılmasını nə ilə izah eləyə bilərsiniz? Cənab qubernator, özünüz deyin, Qatır Məmməd daha çox soyğunçuluq edir, yoxsa sizin çinovniklər? Özünüz deyin. Olmaya bolşeviklər firqəsinə yazılmışsınız, cənab Səlimov. Mən yalnız millətin taleyi düşündürür, cənab qubernator. Siz boşboğazlıq və loğalıq edirsiniz, cənab parlament üzvü. Əgər Qatır Məmmədin əlinə keçsəydiniz, böyük məmnuniyyətlə boğazınızdan asardı. Sizə yazığım gəldiyi üçün mən Qatır Məmmədi boğazından asmaq istəyirəm. Və inanın ki, asacam. Bunun üçün lazım gəlsə, vergiləri 2 dəfə deyil, lap 10 dəfə də artırmağa hazıram. Getdik. Xeyr ola. Qulaq asıram. Əla Həzrət Kraliçanın Azərbaycandakı ordusunun komandanı General Thompson məni sizin yanınıza göndərib. O sizin fitri istedadınız müqabilində baş əyir. General bu qılıncı da sizə göndərib. General bilmək istəyir ki, müsavatla sizin aranızda olan narazılığın səbəbi nədən ibarətdir? Mənim müsavatdan heç bir narazılığım yoxdur. Mən elə hökumət tanımıram. Sizin tələbiniz nədir? Musavat gərək hökuməti cəmaata versin. Torpaqdır, sudur, malqaradır, gərək kəndlinin olsun. Əgər belə olmasa, onda cəmaat özü ayağa qalxıb o dövlətlinin malına yiyə duracaq. Belə çıxır ki, varlılar uzun illərdən bəri yığdıqlarından əl çəkməlidir. Axı onda özləri acından ölərlər. Niyə acından ölürlər ki? Sən naha onların fikrini çəkirsən. Qorxma, xanın da, bəyin də canı çox bərtdir. Onlar da işləsələr heç nə olmaz. Siz lap bolşevik kimi danışırsınız. Onda deməli mən də bolşevikam. Siz bir şeyi başa düşməlisiniz, cənab Məmməd. Siz oyunu uduzmuşsunuz. Qırmızıların 11-ci ordusunun Həştərxanda qarşısı alınıb. Həştərxan hospitalları qırmızıların yaralı və xəstə əsgərləri ilə doludur. Uzağı 2 günə General Denikin Həştərxanı zəbt eləyəcək. Bilməlisiniz ki, Bakı kommunası daha yoxdur. Bolşeviklərlə qutardıq. General Thompson istəmir ki, sizin kimi bir şəxsiyyət dar ağacından asılsın. Nə qədər gec deyil fikirləşin. İtdən soruşurlar, niyə hürürsən? Deyir, qorxuduram. Bəs quyruğun niyə əsir? Deyir, çünki özüm qorxuram. Belə bir məsələ eşitmisən, mayor? General Thompsona mən nə deyə bilərəm? Əvvəla, bunu ona qaytararsan. Bir də generala deyərsən ki, bizdə mərd adamın adı mərd qalır, namərdin qəbrini də daşqalaq eləyirlər.
Səhərisi dədəm məni də, anamı da yanına çağırıb dedi ki, dünən sarı köynəkdən Ağamalı bəyin bacısı gəlmişdi. Deyir, istəyirəm Həbibəni bizə aparım. Qağam da, mən də qocalmışıq, evə qulluqçu lazımdır. Atam üzümə baxıb dedi ki, ay qızım, bu mahalda Ağamalı bəy kimi varlı, dövlətli adam az-az tapılar. Sənin də qarnın tox olar, o tifil bacılarına da kömək elərsən. Mən atamın üzünə baxıb heç nə demədim. Ağladım. Anam da mənə baxıb ağlamağa başladı. Atamı heç belə görməmişdim. Bəs sonra? Elə həmin gün bəyin bacısı Gəncəyə qonaq gedən kimi imansız oğlu imansız məni yanına çağırdı. Bilmirəm, mənə nə dedi, mən ona nə dedim. Ancaq o yadımdadır. Özümə koşkadan saldım heyətə. Ayağım tutduqca qaçmağa başladım. Gəlib kəndimizdə, evimin töyləsində gizləndim. 2 gün gizləndiyim yerdən heç yana çıxmadım. Atam məni hər yerdə axtardı, amma tapa bilmədi. 2 gündən sonra bəyin yasavulları gəlib atamı qanına qəltan elədilər. Səhərisi dağlara qaçdım, Məşədi Göyüşü tapıb onun dəstəsinə qoşuldum. Məşədi Göyüş bizim kənddən daxil. İmkanım olsaydı, o bəy tayfasının qanını içərdim. Bilirəm Həbibə, hamısını bilirəm. Onların dabbaqda gönlünə bələdəm. Elə bilirsən tək sənsən. Bütün cəmaatın azarı, bezarı hamısı onlardandır. Dərimizi soyan, qanımızı içən, bəydir, jandarmıdır, pristavdır. Qiyamət gününə kimi varam onlarla. Bir quru nəfəsim qalana qədər onlardan qisas alacağam. Ben seni yukarı kaptan gözlüyorum. Əş, nə tapotu, yuxarıya aşağı. Gedək. Partiya, Gəncə başı, sizinlə partiya çağırır. Keç. Qazaq, Şəki, Naxçıvan kəndliləri sizə qoşulmağa hazırdılar. Məmməd? Yoldaşlar, adını eşitdiyimiz Məmməd budur. Tanış olun. Salam. Əyləş. Sizi inandırıram. Əgər 51 olsaq, nə Musavat, nə Daşnaq, nə də Menşevik bizimlə bacara bilməyəcək. Bunu da sizə bildirməliyəm ki, Lenin yoldaşının əmri ilə 11-ci ordu Azərbaycan inqilabının köməyinə gəlir. Qələbi yaz qalıb. Ancaq düşmən hələ güclüdür. Çox güclü. Yaxşı, Səməd. Bəs silah məsələsini neyniyək? Atriadda 2 adama bir tüfək düşür. Hələ gülləni barıtı demirəm. Silah var. Bakıdan yoldaşlar göndəriblər. Borsunundadır. Ancaq onu oradan götürmək lazımdır. İndi hər tərəfəli tüfəngli adam qoyublar. Bir arabanı da ələk belə eləməmiş bıraxdılar. Tək silah olsun, Səməd. Borsunlu da yox, istəyir lap kəpəzin kəlləsində olsun. Onu oradan gətirmək mənim boynuma.
O nədir belə kişi? Nə aparırsan? Heç soruşmasan yaxşıdır. Allah xatirinə geri, yatalaqdır, başına dönüm geri. Hara aparırsan? Doktordan kağızı var. Heç bilmirəm qazağa çatdıra biləcəm ya yox. Bu arabanı bırak. Ha. Ha. Cənab Pavuçuk, gərək bu arabanı yoxlayaydıq. Canından keçmisənsə ged özün yoxla. Kızım kalk, geçtik. Cənab Paruçik. Deyin görüm, Bolşeviklərə qoşulan Azərbaycanlıları xalqın namuslu oğulları hesab eləmək olar. Ha? Niyə cavab vermirsiniz? Siyasətlə maraqlanmıram, cənab Miller. Mən zabitəm. Təəssüflə sizə bildirməliyəm ki, bugündən siz artıq keçmiş zabitsiz. Hərbi məhkəməyə verilməniz haqqındakı əmrə sabah səhər qol çəkiləcək. Heç nə başa düşə bilmirəm. Mənim günahım nədir? Günah? Yox, cavan oğlan, günah yox. Günah onun yanında çox yüngül sözdür. Siz vətən xainisiz, cavan oğlan. Özünüz də yaxşı bilirsiniz ki, vətən xainlərinin yalnız bir cəzası var. O da ki, güllələnmək. Düzdür, səhv eləmirəm. Mən bilmək istəyirəm ki, məni nədə müqəssirləndirirlər? Nədə? Tələbiniz təbiidir. Nə olar, deyə bilərəm. Sübut olunub ki, qanunu pozub, polisi aldatmaqla siz Qatır Məmmədi həbsdən xilas eləmisiniz. O da ki, hökumətin qatı düşmənidir. Məsələ bundadır ki, ölkədə vətəndaş müharibəsi gedən bir zamanda humanizm kimi məfhumlar müvəqqəti arxivə verilməlidir. Gərək hər kəs döyüş meydanında öz yerini qəti müəyyən eləsin. Belə bir vəziyyətdə ortada qalıb. Bax, qorxuludur. Gülləliyə bilərlər. Əyləş. Mən... Nə qədər imkanın var, otur fikirləş, özü də ağılla fikirləş. Əgər indi siz mənim təklifimlə razılaşsaz, onda mən sizi hərbi məhkəmənin pəncəsindən xilas eləyə bilərəm. Onları başa salaram ki, siz mənim əmrimlə hərəkət eləmisiniz. Dövlət əhəmiyyətli əməliyyatın həyata keçirilməsi üçün güya bu çox vacib idi. Bu haqda gərək əvvəlcədən sizinlə razılaşaq ki, söhbətimizi heç vaxt, heç kəsə deməyəcəksiniz. Özü də bu yalnız sizin xeyrinizədir. Hazırki şəraitdə müsavat hökumətinə cəsur oğlanlar lazımdır. Əgər siz tapşırığımızı yerinə yetirə bilsəz, onda elə bilirəm ki, rütbənizi geri qaytararlar. Hələ siz istəsəz, ondan da yüksəklərə qalxarsınız. Ya da başı aşağı, vətən xaini kimi dar ağacından aslarsınız. Bəsdir! Deyin görək mən nə eləməliyəm? Günü sabahdan Qatır Məmmədin siz sağ əli olmalısınız. Nə? Qasım! Hə, Silahları gətirdilər. bəli. Bəs Səbbanı? Kəndi getdi Məmməd. Niyə?
Starar bu ismarış göndermiş ki anası xəstələnib, durmayıb getdi. Bəs belə qarışıq zamanda arvadı tək bıraxarlar. Sən hardaydın? Dedim ona uşaqlardan 5-6'sını götür özündən razı olmadı. Dedi arxayın olun, uşaq deyiləm ki. Nə vaxt qayıdacaq? 3 günə. Atlanın! Dayan deyirəm sana! Dayan! Dayan deyirəm sana, sakla! Belə vaxtı tək yola çıxmaq olmaz, xanım. Bu sizin sağolunuzdur. İsrafil polku Gəncədədir. Məxsus səndən ötürü təşrif gətirib buram. Qorxuram, ərkəcə çəkilməli olasan. Nə var? Niyə gülürsən? Heç. Deyirəm, ay Səməd, belə tilsim kimi bir şeysən, Desən ki, Əzrail gəlib səni aparmağa, gənə dünya aləmi vecimi almıram. Belə, arxayın oluram, səndən. Elə niyə? Nə bilim, deyir, hər yetimin bir havadarı olar. Mənim də havadarım sənsən də. Belədir. Amma heç sözə baxan yetimə oxşamırsan, ha? Yenə Əzizi deyirsən? Bax, bu olmadı, Səməd. Batriyadın başçısı mənəm ya, yox? Sənsən, qızışma. Xəbərin var? Gubernator qızıl pulla başına 2000 manat kəsib. Görürsən? Gubernator dəli deyir ki, havayı yeri o qədər pulu mənim başıma versin. Deməli, mənim də başım bir şeydən çıxır. Zarafata salma. Heç kəs sənin ağlına şübhə eləmir. Ancaq, qulaq as mənə, Məmməd. Əzizə çox beli bağlama. Unutma ki, atası ömrü boyu çar idarəsində məmur işləyib. Kendilərin başına nə oyun açıb, onu bir Allah bilir. Əzizin özü, Musavat ordusunun könüllü əskəri olub. Nə oldu, birdən-birə dəyişdi, gəlib sənin atriyadına qoşuldu. Gün hardan çıxdı belə? Yaxşı. Onda qoy mən də səndən bir söz xəbər alım. Əzizi kim məcbur eləmişdi ki, burada, həmin bu kababxanada məni jandarmların əlindən alsın, Kim? Bilmirəm. Bəs Həbibənin xilası? Tək başına 2 nəfər əclafın üstünə düşüb, Həbibəni ölümdən qutarıb. Kişinin oğlu canından bezməmişdi ki, bəlkə bunu mənə başa salasan? Nə bilim. Bəlkə atriyada hələ boş gəlmək istəməyib. Ay Səməd, əziz kimi adamlar bizə çox lazımdır. Zalım oğlu gözü bağlı söküb yığır pulemyotu. O olmasaydı, bizim uşaqlardan bircəciyi də heç pulemyotun tətiyini də çəkə bilməzdilər. Kişi oxumuş adamdır, zarafat deyil. Özün bilən yaxşıdır. Tək sən deyən olsun. Ancaq bircə xahişim var. Əzizin hardan gəlib sizə qoşulduğunu heç vaxt unutma. Əzizə heç kəs məcbur eləməyib, o könüllü qoşulub bizə. Mən Əzizə inanıram. Nə deyirəm ki? Hər halda unutma.
Atalar sözdür, namərd mərdə həmişə arxadan vurar. Qorxma Səməd. Mən kürəyimi gülləyə çevirən oğullardan deyiləm. Bakıdakı yoldaşlar xəbər verirlər ki, 11-ci ordu bizim köməyimizə gəlir. Qarşıda çətin döyüşlər durur. Onu da nəzərə almalıyıq ki, müsavat hələ çox güclüdür. Elə bilirəm ki, fikrim aydındır. Hə. İndi gərək... Polisler! Tərpənməyin! Neyinsən onu? Qancı oğlum deyəcək ki, bizi kim satıb? Tez onu dal qapıya, tez! Miller bizim restoranda olduğumuzu hardan bilib? Mənim ondan xəbərim yoxdur. Miller mənə dedi ki, Qatır Məmməd restorandadır. Özünlə 20 atlı götürüb ora get. Əgər onu diri tuta bilsən, sənə 1000 qızıl verəcəyim. Aya, bunu səhərdən 50 dəfə demisən. Bilmək istəyirəm, Miller mənim restoranda olduğumu hardan bilib? Kim deyib ona? Kim satıb məni? Əgər bunu desən, səni bıraxacam. Yaxşı fikirləş. Bax, yalan desən, sən elə buradaca güllələyəcəm. Məni başa düşürsən? Əlbəttə. Hər şeyi yaxşı başa düşürəm. Onda gərək düzün deyəsən. De görüm sizi restorana kim göndərib? Kim satıb məni? Düz deyirsən Məmməd. Səni satıblar. Kim? Kim?
Miller mənə heç bir şey deməyib. Məmməd, səninlə vacib işim var. Yaxşı. Bir də deyirəm sənə. Satqının adını desən, səni buraxacam. Əziz, buna parsal bir yer ağzında qıfılla. İşlər yaxşı deyil Məmməd. Niyə? Xan Xoyski bizi mühasirəyə alıb. Goranboy yolunda nə qədər kənd şenlik var, hamısını yandırıblar. Kəndlərdə qalıb atışan da olub. Xan Xoyski hamısını güllələdi. Xan Xoyski özərdadır. Sinkətdədir. Saldatlar gecəni yatmayıb özlərinə səngər düzəldiblər. Neçə polkları var? Ən azı 3. Mən hələ o dizahçıq ingilisləri demirəm. Gərək fikirləşib bir əncam çəkək Məmməd. Paşa, Səmədi qaldır. Əzizlə Yunusu da çağır. Mən nə vaxt azad olacağam, Paruçik? Mümkün olan kimi gedəcəksiniz. Hədə, oturum gözləyim axırda o əclafda naqamı sıxsın beynimə. İndi imkan yoxdur. Həm də sizi postlardan keçirə bilmərəm. Əgər indi məni buraxmasanız, onda hər şey açıb qatıra söyləməli olacağam. Nə hər şey? Özünüzü axmaq yerinə qoymayın, Paruçik! Onda o biləcək ki, onun restoranda olduğunu siz bizə xəbər vermişsiniz, həm də kim? Paşa! Paşa! Dayan! Uşaqlara de, o müsavat qancığının meydini götürüb atsınlar dəriyə. Güllələdim onu. Baş üstə. Bacı lafı güllələdim. Nə? Necə yəni güllələdim? Başa düşmürəm. Nahaq tələsmisən əziz. Əvvəl-axır o bizə satqının adını deyəcəkdi. Mənə dedi onun adını. Kimdir? Uzatma, de! Mən. Məni qorxudurdu ki, əgər onu buraxmasam, sənə deyəcək ki, satqın mənə. Biz fikirləşməyin. Keçmiş müsavat zabitindən nə desən gözləmək olar. Heyf. Nahaq tələsmisən əziz. Özümü saxlaya bilmədim. Heyf. Yaxşı, eləş. Biz mühasirədəyik. Kəşfiyyatın gətirdiyi məlumatdan belə çıxır ki, təpədən dırnağa qədər silahlanmış 3 polkla döyüşməli olacaq. Əsas qüvvələri Əhmədli Goran boyundadır. Onlara Xan Xoyski başçılıq eləyir. Toplarının, pulemyotlarının bir hissəsini Çıngıldərədə yerləşdiriblər. Axundovun suvari polku Tiflis yolunu bağlayıb. Xan Xoyskinin məqsədi odur ki, bizi təliyə salıb özünə təslim eləsin. Vəziyyətimiz ağırdır. Neyniyək? Sizin fikrinizi bilmək istəyirəm. Yunus. Patronlarımız qurtarmaq üzrədir Məmməd. Atlar samansız qalıb. Bunu da nəzərə al ki, cəmi 270 tüfəngimiz var. Heç bilmirəm nə eləyəcəyik. Ay Yunus. Nə tez məyus olursan? Az mı düşmüşük səndən belə əngəllərə? Hər çətin vəziyyətdən bir çıxış yolu tapmaq mümkündür. Özünü allatma Məmməd. Vəziyyətimiz indi ağırdan da ağırdır. Komandirimiz sənsən. Özün hər şeyi yaxşı bilirsən. Nə təklif verirsən? Nə qədər ki gec deyil, xırda dəstələrə bölünüb, çəkilək dağlara. 11-ci ordu gələnə dək. Hələ ki əlimiz silah tutur, son damla qanımıza qədər vuruşmalıyıq. Əgər sən qorxursansa çıx get. Ən yaxşı atlardan birini götür çəkil dağlara. Mən öz ayıma qalmıram. Atirədə yazığım gəlir. Sən nə fikirdəsən, Göyüş? Nə fikirləşmək? Vuruşmalıyıq, vəssalam. Əziz? Hər şey aydındır. Göyüş kişi düz deyir. Ancaq əvvəlcə mühasirədən çıxmaq lazımdır. Necə? Xan Xoyski ağıllı və təcrübəli sərkərdədir.
O çox yaxşı bilir ki, biz təslim olmayacağıq. Necə olursa olsun mühasirədən çıxmağa çalışacağıq. Ona görə də bax, bizi bu tələyə salmaq istəyir. Aşağı Gəncə yolundan başqa bütün yolları bağlayıb. Bu yolu da qəsdən açıq qoyub. Bizim də mühasirədən çıxmaq üçün başqa yolumuz yoxdur. Siz onun fəndinə fikir verin. Elə ki biz döyüşə-döyüşə Gəncə yoluna çıxdıq, 2 polk arxadan, süvari polku ilə Topçu alayda qabaqdan bizi məngəniyə salacaq. Onda bizə daha heç nə kömək eləyə bilməyəcək. Bəs nə təklif verirsən? Döyüşə-döyüşə özümüzü yuxarı narıca salıb mühasirədən çıxmalıyıq. Onda az qurban verərik. Əziz düz deyir. Başqa əlacımız yoxdur. Çıxış yolumuz ya yuxarı narrışdır, ya da Çıngıl dərəsi. Çıngıl dərəsində yolu təhlükəlidir. Çünki Xanxoyskinin əsas topçu qüvvələri oradadır. Deməli qalır ancaq yuxarı narrıc. Sən nə fikirdəsən Səməd? Mən də bu fikrinə razıyam. Göyüş, Yunus, uşaqlara xəbər verin ki, sabah tezdən gedəcəyik. Hər şeyi nəzərə aldıq mı cənablar? Onda gəlin səhərə qədər dincələk. Gecəniz xeyrə qalsın. Sabah səhər mühasirədən çıxmağa başlayacağıq. Deməli, aşağı Gəncə yolu ilə, hə? Yox. Mən başqa plan təklif elədim. Siz dəli olmusunuz, Paruçik. Aşağı Gəncə yolu Qatır Məmməd üçün tələ idi. Belə təliyə yalnız beyni olmayanlar düşə bilərlər. Qatır Məmməd yox. O çox ağıllı və bacarıqlı komandirdir. Bir işə başlayanda 100 dəfə ölçüb biçir. Mənim planımı da o özü gec-tez təklif eləyəcəkdi. Mən qabaqladım onu. Ağla batandı. Mühasirədən harda çıxacaqsınız? Narlış tərəfdən. Bu ensiz yol 4 tərəfdən Oğuz üstü kimi aydın görünür. Gecə ikən bütün qüvvələri bu yol istiqamətinə keçirmək lazımdır. Yaxşı, bu da bizim öz işimizdir. İndi mənə diqqətlə qulaq asın, Paruçik. İşdi Qatır Məmməd imkan tapıb bu tələdən də canın qutarsa, sizin bir çarəniz qalır. Onda siz onu hökmən öldürməlisiniz. Biz heç vaxt sizin dediyiniz kimi Qatır Məmməd təkin ağıllı, bacarıqlı komandiri bolşeviklərə qaytıra bilmərik. Buna bizim ixtiyarımız yoxdur. Həbibə, niyə yatmırsan? Nə bilim, gözümə yuxu getmir. Sən niyə yatmırsan? Elə bil yuxum ərşə çəkilib.
Görəsən, elə bir gün olacaqmı? Tüfəng atmaqdan, qan tökməkdən canımız qurtaracaq. Bu dağlardan, bu rütubətli qayalardan bir dəfəlik əl çəkəcəyik. Hərdən ağlıma qəribə fikirlər gəlir. Deyirəm, Gəncədən uzaqda, meşənin içində bir ev tikəsən. Akuşkalı, aynəbəndli. Həyətdə ocaq qalayasan, uşaqlar qaçışa, çoxlu. Mən də bütün gün oturub onlara tamaşa eləyim. Düz deyirsən. Anam həmişə deyərdi, evladsız yurt, suyu qurumuş dəyirman kimi bir şeydir. Gecələr cin şəyatin gəzər belə yurtda. Məmməd, sən ağıllı adamsan. Deyirəm, görəsən biz öləndən sonra heç bizi yada salan olacaq. Gərək olsun. Olacaq. Mütləq olmalıdır. Bəs mənim də dərdim azarım odur ki, bizdən sonra gələnlər bizdən xoşbaxt yaşasınlar. Bəy qapısında nökərçilik eləməsinlər. Dünyada pisliyi olmasın. Ölüm itim, aclıq olmasın. Üşüyürsən? Hala, sal kürəyinə, görürəm sən... Soğuk deyil. Götür, komandirin sözündən çıxmaq olmaz, görürəm üşüyürsən. Sən komandirlik eləyib cəmaata əmr eləyəndə, tamam dönüb başqa adam olursan. Bilirsən, uşaqlar səndən necə qorxurlar. Amma mən bilirəm, sən ürəyi yumşaq adamsan. Heç kimin xətrinə dəymək istəmirsən, elə deyil. Adamına baxır. Bax, bu düzdür. Əzizi çox əziz xələf eləmişsin. Əziz mənim sağ əlimdir. Nədir ki? Xoşum gəlmir ondan. Başa düşmədim səni. Bir şey olmayıb ki. Məmməd, ehtiyatlı ol. Məmmalı danışırsan, Həbibə. Dünən gecə yarısı hardansa qayıdırdı. İndi də yoxdur. Səncə hardadır? Əzizin o qədər işi gücü var ki. Elə buna görə narahat olursan? Yox. Təkcə buna görə yox. Bilmirəm, sən necə başa salın? Ne içinsə bu adam əvvəldən mənim heç xoşuma gəlmir. Xəbis adam oxşayır. Bir də gözlərindən görünür heyvanın quşudur. Sən də o biriləri kimi danışırsan, Həbibə. Keçmişi zabit olub deyə, indi biz ona inanmayaq. Sən onun keçmişini götürmə. Bugünündən danış. Əziz kimi yiğit adam, az tapılar. Mənim onun keçmişi ilə nə işim? Ancaq Məmməd, sən onunla ehtiyatlı ol. Yorulmuşsan, Həbibə. Elə hamımız yorulmuşuq. Ona görə də hər yerdə gözümüzə cin şəyatin görünür. Sabah işimiz çox olacaq. Get dincəl. Get. Gecən xeyrə qalsın.
Behram. Ha? Əzizi görməmsən. Yox, görməmişəm. Əhməd. Əzizi görməmsən. Ayaq səndən gördüyümdür. Qasım. Hə, Əziz hanı? görməmişəm. Buradayam, komandir. Yaxşı. Get dincəl. Sabahki döyüşə yorğun başlamaq olmaz. Deyəsən sabahki döyüş üçün narahatsan. Bəs sən? Mən həmişə döyüşdən qabaq öz əsəblərimi əl almağı bacarıram. Düzündür, əziz. Sabahki döyüşdən ağlın nə kəsir? Əminəm ki, sabah biz qalib gələcəyik, bu mənim üçün çox vacibdir. Niyə? Çünki mən öz zabit namusumu hər şeydən üstün tuturam. Gecən xeyrə qalsın. Xeyrə qarşı. Döyüş! Uşaqlara denən Çıngıl dərədən gələcəyik. Aldı! Bəs Çıngıl Məmməd! Sən nə danışırsan? Özümüzü də uşaqları da məhv eləyərik. Nəs gətirmə, əziz! Cənab general, cənab komandan, Qatır Məmmədin dəstəsi mühasirəni yardı. Necə? Çıngıldərəyə giriblər, oradan onları gözləmək bizim ağlımıza belə gəlməmişdi. Buna ne verir Cenab-ı Bilim artık? Belki siz ben başı salırsınız Cenab Miller. Akunlu ve deyin öz polkuyla yukarı tepeye çıkıp bütün yolları kessin. Oradan bir atlı da geçmemelidir, baş üstə. Görünür burada nəsə bir anlaşılmazlığı var Cenab Komandan, gerek götür koy eləyək. Siz terpenince Qatır Məmməd 11. ordu ile birleşer. Cenab Gubernator, o bu dəfə də əlimizdən çıxsa, istifa haqda xahiş edə bilərsiniz. Elə bilin ki, xahiş eləmişəm. Tariflediğiniz ordu hanı? Hanı? Finlandiya'dan Kanada'ya kimi? Vuruşmak lazımdır, vuruşmak! Əla Həzrət Kraliçanı... Həstir! Məmməd! Harda birləşirik? Necə yəni harda? Danışdıq ki sənlə, Çaylıda! Deyirsən Çaylıda birləşək? Ne olub sənə? Yuvanma görüm!
14 gündən sonra Azərbaycanda Sovet hakimiyyəti quruldu. Qatır Məmməd o günü görə bilmədi.